Sən bir dənə sakit qal orada. Dəmcəyinə başladı. Sakit qalın. Hər kəsə salam, hər vaxtınız xeyirli olsun. Bir axşam çağı anamın qərib vaxtı, üzünün turşuduğu bir vaxtda sizi xoş görürük. Anam bizə gəldi, üzünün kövrək olduğunu, qəlbinin həssas olduğunu, nəfəsinin dar olduğunu Oğlanın hamısı məndədir ki. gördüm, hiss etdim bir evlad olaraq. Çox qəmləndim, qüssələndim. Birini qəmlənməm, birini makyajından, bu bərri bəzəyindən zadından çox. O həmişə var, o həmişə var. O başqa. Çünki bir qız içindəki qəmi üstə qırmızı ilə çıxadırsa, o demək deyil ki, gülür, o demək deyil ki, danışır. Bu tutuquşu qoymaydı içimizə başına. Yəni ki, elə hiss edirəm ki, mən anamın üzünün gülməsi üçün belə geyindim. Başıma gülü qoydum ki, anamın üzündə gülüş yaransın. Nə xoş mənə. Görürsünüz, təzə təbəssüm yaradılmışam. Pipiyə başını verdi nədir? Ana, gördün mənim geyimimi, ürəyin açıldı mı? Ləzzət verdi mənə. Ay sağ ol, görürsünüz. Sırf anam sevinsin deyə belə geyinirəm. Sırf anam eyni açılsın deyə. Çox. Mən oturum və çox qeydimə qalandı, çox. Və ona görə də bugün belə bir libas geyindim anamı sevindirmək üçün. Hətta dodaqlarımı da boyadım ki, Sevincimin həddi hududu yoxdur. Anamın ürəyi açılsın, bu gülü görsün. İsbatindən bilərsiniz. Bu gülü görsün, ürəyi gül kimi açılsın. Bu gülüm sənə hədiyyədir ana. Mənə, neyini, onu hara mı vuracağım ona? Harava istəyirsən. Mən nə deyirəm? Anam ucu bildi bu gülü hara taxmaq lazımdır. Deyərəm indi. Görürsünüz ki, sevindi yenə də, çılğın bir qadın oldu. Çox çılğınam. Bilinir. Oturmayımdan bilinir çılğınam. Mən deyəndə, ana, sən ki, bir çılğın qadınam, yerimə, yurduma sığan bir insan deyiləm. Mən? Belə şeylər... Yerimə, yurduma sığan deyiləm. Birin bir cığım dağıdım. Belə görürsən də. Yox, belədən yəni... Çılğın qadınca yerimə, yurduma sığmıram. Niyə sığmıram? Cırmaqlayıram yerini. Yox, onda şey cırmaqlayıram. Elə yox, ana, özümü təqdim edirsən. Özümü belə təqdim edirlər. Yerimə, göyümə sığmıram. O adamı canlara belə deyərlər. Sırrım verir. Yəni ki, anamın qəlbinin içindəki o kövrək uşaq hələ onun qarnındadır, mədəsindədir. Uzağa çıxarımda uşaq var mənə. Yox, elə yoxdur. Yəni mədəsində deyir ki, kəpənəklər uçur hərdəm. Yəni anam hələ də o... Ki, sənin başına mədəndə kəpənək uçar. Mədəsində kəpənək uçur. Yox. Ya anam Başında uçur kəpənək. Ya öz hisslərini bəlkə də əlavə eləyə bilmir. Qeyd eləyə bilməsə də mən anamın hisslərini deyirəm və bu günləri sözü çox uzatmadan hər birinizin sevimli şairi, hər birinizin uşaqlığınızın şairi Mithun Chakrabartidən bir yerim ağrayır qızım, axı mən anayam şeirini sizə səsləyir. Bu qızın Chakrabarti bir yerim ağrıyır. Bir yerim ağrıyır qızım, axı mən anayam şeirini sizin üçün səsləndirirəm. Hər kəsə ekran başına dəvət edirəm. Böyük ki, sanki bir yerin həqiqətən ağrıyır və onun şikayətini edirsən, qızın da qalıb boynu bükür. Bilinir qızın boynu bükür qalmada don qadınla. Dinən. Bir yerim ağrıyır qızım, çünki mənə anayam. Yolun sonsuz olduğunu bilib, sonsuz yola səninlə çıxmaq. Bir yolun başlanğıcı, bir yolun sonuysa əgər. Nə danışsan? Deyəndə? O şeirdən bizə anadan bir şey gətirdi ortaya. Əvvəl deyir, hə. Bir yerim ağrıyır qızım, çünki mən anayam. Ağlayan yerimi söylə. Sən deyəndə? Bir yerim ağrıyır qızım, çünki mən anayam. Ağrıyan yerini söylə, məlhəm qoyaq. Bir yerini deyə bilmirsənsə... Səhvi deyil bu. O bir yer mi ana? Hə, o bir yer. Hamının bildiyi mi? Sənin başı var. Əfsus, bir gülücük təbəssüm üzümə qondu ana. Anam bir yerə təbəssüm qonar, bir çəkilindən bilinir təbəssüm qonar. Anam bir yeri ağrıyır qızım. Amma çünki mən anayam. Hamı bildi indi, ağrıyan yerin nədir ana? Gətir məlhəmi, duz qovurup qoyaq yarana. Yarıya duz qoyurlar. Bir yerim ağrıyır qızım. Çünki mən anayam. Gözüm aydın, gözüm aydın bir yerin ağrıyır. Belə dinlə. Ana, sana gələn kimə gəlsin? Mana gəlsin demərəm. Çünki man da bir anayam. Gördün? Küsçənin başı var. Bu da bu anadır. Ben de anayam. Bir yerim ağrıyır kızım. Çünkü mən anayam. O soruşdular səndən. Səndən soruşdular ki, ana, o ağrıyan yer haradır ana? Senin başımı yere sokun ben. Başımı yere Başım dağıldı. Başı dağıldı. Dayan bir de. Ne şehir dağı? Kokunun kakrabazıdır nedir? Ona bu şehri belə olar da.
Deyirəm, hər dəfə deyirəm, bir yerə baxır, bir yerə bax, Şişin çəkirlə bax. diye. Qızı sana. Ana cəyə təzədən oldu şeylə ki, burasını kəsəcəyəm, hə. Şimdi heç kəs bilməz də ölmüşəm şehrin ortasında. Səni var abi, indi bu yumruğu ağzına vuracağım Allah'ın Değil. olsun. Bir yerim ağrıyır kızım. Çünkü ben anayam. Bu bir daxili yok ki bu şehre o. Sənin ağrıyan yerin nə vaxt indi ki? Atama da elə deyirdin, xatırlayıram. Hər gecə başın ağrıyırdı ana. Ha. Xatırlayıram onu. Bir yerim ağrıyır. Çünkü ben anayam kızım. O ağrıyan yerin üstüne nə qədər davalar, dalaşlar düşmüşdü. Oo. Düşmüş de ya. Ağrının üstünde vadalaş düşüp göçülmüş. Çünki sənin hər gecə başın ağrıyırdı ana. Senin başı var. Bir yerim ağrıyır kızım. Çünkü ben anayam. Neydə bilərəm, yaranı Ağrıyan yere ne nəylə demek anayam? Hamı bilir anayam da. Tutmuşum, sokmuşum ben anayam. Bilirler anayam da. Nədirsə ağrıyan yerin, köz bas yaranı ana. Ada. Anasansa yaranı dilə gətirməməlisən. Sən evlad üçün hətta saçını belə Ay Allah. süpürgə Yaxşı sana etməlisən. çatdı burada şehrimi süpürge elədim saçımı. Ben anayam. Gözüm acı anasa. Anayam. Sokmuşum içine giden bir diyorum anayam. Bu da çəkildi bana başım bu da şu anayı sevişir eləyir. Kıpkırmızı gene oturup kulağımın dibinde. O. 4169 O nedir? Nömrə ne versən? 7388 başlayırdı anamın Nədir o? o bank kartı. Səhvi köpəyin qızı nədir? Nə kart versən, nömrə versən? Ağlayırsa bir yerin kömək istə insanlardan kart koy ana. Sənin baş bak, nömrə kart qoysan. Sen de iste pulunu. Ha, zamandan dilənəm. Dilenmek değildir Ha. bu. İnsanları güldürmek, Pul yığıram. eğlenmeyin parası. Gözləyirəm pul yığıram. Ne vaxtdan olub alın damğası. O, ana o pul yığsam onları alın dağması da. Şehrimiz sona çatdı. Ha, Biz Mitxunun şeirini deyərkən kül metxilində baş. sakit desən də belə qab belə baş ağasan. Yə, çökəldim. İkimiz də Anamın boynu bükük qaldı. Qal belə səs çıxarma. Anamın boynu bükük qaldı. Mənim də dilim lal. İndi söyləyin mənə insanlar. Qoymayın mı mən kartı? İstəməyin mi yardımı? Yox. Səs çıxarma. Hanı insanlıq? Hanı sevgi? Siz deyin mana.